Salam değerli izleyiciler. Bugün Səməd Vurğun küçəsində Qış Parkının yanında Malibu Rezidensiya 3 otaq 120 kvadrat kubcalı əşyalı bir mənzili sizlərə təqdim edəcəyik. Hal-hazırda binanın həyət istiqamətini görürsüz. Hal-hazırda mənzilimizin qonaq otağındayıq. Əziz izləyicilərimiz, qeyd etdiyimiz kimi mənzilimiz Səməd Vurğun küçəsində 28 may metrosunun, Nizami metrosunun yaxınlığında Qış Parkının yanında yeni tikili 17 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Qanuni 3 otaq 120 kvadrat ölçülü, çıxarışlı və əşyalarla birlikdə satılan bir mənzildir. Təmir zamanı qeyd edim ki, keyfiyyətli tikinti materiallarından istifadə olunaraq təmir olunmuşdur. Qanuni 3 otaqdır, heç bir düzəlmə işləri görülməyib. Qonaq otağını sizlərə ilk öncə göstərdim, yenidən qayıdacağım qonaq otağına. Burada mənzilimizin giriş qapısı yerləşir. Girişdə qranit mərmər görünən hissələr təbii ki, isti döşəmədən istifadə olunub. Belə bir giriş hissə, dəhliz hissə mövcuddur. Sol tərəfdə mənzilin ümumi sanitar qovşağı yerləşir. Baxın, bu şəkildədir ümumi sanitar qovşağımız. Lazım olan bütün aksesuarlarla təmin olunub. Baxın, duş qabini hissədə yerləşir burada. Baxın, bu şəkildədir. Burada mənzilin çamaşırxana hissəsi yerləşir. Həm qardirob hissə kimi düzəldilib. Baxın, belə bir çamaşırxana kimi düzəlib. Üzərində ütü masası kimi istifadə oluna bilər. Paltar yuyan maşın burada yerləşdirilib. Divarlarda gözəl lepka işləmələrdən istifadə olunub. Hamısı əl işli demək olar ki. Baxın, belə bir gözəl qonaq otağımız var. Mənzildə lazım olan bütün mebel, texnika avadanlıqları qurulub, yəni hazır vəziyyətdədir. Əlavə heç bir əşyaya ehtiyac yoxdur. Divarlarda buralardan tutmuş çılçıraqlara qədər tam şəkildə qurulub. İlk öncə burada mən sizə mənzilin mətbəx hissəsini təqdim edim. Baxın, belə bir gözəl mətbəx hissə var. Mətbəxdən eyvana çıxış hissə mövcuddur. Mətbəx mebeli üçün lazım olan bütün texnikalar qurulub. Çox gözəl bir mətbəx hissədir. Qonaq otağından bir o qədər də çox istifadə etməyəcəyiniz qədər geniş ölçüyə malikdir. Divarda mebellərdən istifadə olunaraq qurulub. Lazım olan bütün texnikalarla birlikdə satılır mənzilimiz. Mənzilimiz qeyd etdiyimiz kimi Səməd Vurğun küçəsində yerləşir. 17 mərtəbəli binanın 12-ci mərtəbəsindədir. Burada mənzilin əsas yataq otağı, valideyn yataq otağı yerləşir. Mənzilin pəncərələri, yəni binanın pəncərələri tam vitrin yerdən pəncərədir. Döşəmə parketdən istifadə olunub. Və mənzilin yataq otağının daxilində sanitar qovşağı yerləşir. Burada da lazım olan bütün aksesuarlarla təmin olunub. Binada yeraltı dayanacaq, geniş həyət var. Həyətin də videonun öncəsində siz aydın şəkildə gördünüz. Burada isə mənzilin kiçik yataq otağı, yəni uşaq yataq otağı yerləşir. Uşaq yataq otağımız da bu şəkildədir. Divarlarda aksesuar qablarından tutmuş qardirob hissələrə qədər yerləşdirilib. İşıqlı aksesuar hissələr yığılıb. Baxın, kompüter masası və divar üçün aksesuar kitab rəfləri də yığılı şəkildədir. Mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Səməd Vurğun küçəsində 17 mərtəbəli binanın 12-ci mərtəbəsində 120 kvadrat sahəyə malik qanuni 3 otaq kubcalı və əşyalı mənzilimiz satılır. Mənzilin başlanğıc olaraq qiyməti 498 min manatdır. Real alıcıya endirim olunacaqdır. Daha da onun və ətraflı məlumat üçün qeyd olunan nömrəmizlə əlaqə saxlayıb məlumat əldə edə bilər və mənzilə əyani şəkildə baxa bilərsiniz. Açar bizdədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək Allah alana və satana xeyir versin.